Uşaqlar, biz bugün sizlə canlılarda baş verən mövsüm dəyişkənlikləri mövzusunda sual cavab edəcəyik və siz hər suala cavab verdikcə bu oyunu oynamış olacaqsınız. Hər dəfə cavab verirsiniz və buradan bir daşı götürürsünüz və üstə qoyursunuz. Kim daş götürəndə dağılacaqsa o uduzmuş olur. Gəlin başlayaq. Yazda baş verən dəyişikliklər kimdir? Mən deyim. De görün. Yazda bitkilər, çiçəklər və yarpaqlar açır. Aha, başqa? Buyur. Fındıq, qızılağac, söyüd, yarpaqlanmamış şeylər. Başqa? Buyur. Kuşlar yuva kurmaya başlayır. Quşlar yuva qurmağa başlayır. Bəli. 3 nəfər cavab verənlər gəlsin, hərəniz bir daşı götürün, yerini dəyişin. Gəldim. Gəl. Gəl. Aha. Bir dənə. Bir dənə qoyuyorum. Hərəniz bir dənənin yerini dəyişin. Bir əlləndə də birisiz. Onun yeri yaxşı. Aşacaq. Bak. Çəkil üstü. Yaxşı yerini götürmə. Baxmadım da. Gəl. Amma aman, əlini vurma da tərpənməz. Əlini götür orada. Yox, əlini götür. Gəl. Aha. Bir əllə, iki əllə olmaz. Bir əllə. Başqasını götür də. Əlini vurma. Hə. 49 çıxar, 49. Açsın. Aşacaq. Aha. Qoy. Əla, aşacaq. İndi yayda baş verən dəyişikliklər deyək. Kimdir? Müsahilə desin. Bitkilerde bölme prosesi zəifləyir, quşlarda bala vermə dayanır. Aha. Başqa kim deyək? Günay buyur. Meyve ve tohumlarda ehtiyat qida maddələr toplanılır. Gəl. Hərəniz bir daş göstər. Bir əllə. Əlini Hə, göstər. bir əllə. O səni vurma olmaz. Yox. Hə, dur. Aha. Şimdi Günay. Ayda baş verən dəyişikliklər deyək. Kimdir? Ayda Fatıma buyur. Meyveler yetişir, tohumlar yetişir, çiçək yetişir. Aha, başqa? Zaten başlayır, çiçəklər sayılır. Həzən baş verir, düşünən sayaq. Gəlin hərəniz bir daşın yerində. Nə vaxt dağılsa oynayın. Yok. Qış fəslini deyək, kim deyək? Umayda görün. Qış sükünət hal başlayır. Qış günə halbası başqa. Sakinlik yalanır. Düzdür, fizioloji sakitlik yaranır. Gəlin görək. Bir əllə.